Salam bir daha uşaqlar. Mən Violent kitabını izah elədim keçən dəfə, keçən dərsimizdə və Violent kitabında burada makros əmrini aktiv edə bilmədim. Səbəbi isə sənəddə çox qarışıqlıq eləmişdim. Ona görə indi onu yenidən yeni video ilə izah etmək istədim. Ondan öncə mən sizə qısa bir izah vermək istəyirəm ki, bilirdik ki, artıq öyrənmişik ki, məsələn, klaviatura qısa yol vasitəsilə biz də əməliyyatları icra edə bilirik. Əmrlə də icra edə bilirik əməliyyatları qısa yol vasitəsilə də. Bildiyimiz kimi Ctrl-V qalınlaşdırır, Ctrl-I mail edir, Ctrl-U altından xətt çəkir. Və sair kimi kombinasiyalardan istifadə edərək qısa yollar vasitəsilə əməliyyatları icra edirik. Və biz bilirik ki, hər bir əməliyyatın özünə aid olan ayrıca qısa yolu var. Bu belə və mən özümə məxsus olan kombinasiyanı, sənədimdə hər zaman daimi istifadə etdiyim kombinasiyanı makros əmrindən istifadə edərək özümə aid olan klaviatura yarada bilərəm. Klaviatura qısa yolu Alt F8 düyməsidir. Yəni Alt F8 düyməsini klikləyəndə mənə makros pəncərəsini aktiv edəcək. Gəlin baxaq görək nə edə bilirəm. Məsələn, mən deyirəm ki, mən elə bir klaviatura qısa yoldan istifadə edim ki, avtomatik şəkildə şrifti 14-ə, şriftin rəngini maviyə, məsəl üçün altından xətt çəksin, əysin, qalınlaşdırsın. Avtomatik şəkildə. Tutal deyim ki, Ctrl-H deyim, bu dediyim prosesləri avtomatik şəkildə gəlib bir-bir tətbiq etməyim, gətirsin mənə sənədimdə hazır formada göstərsin. Bunun üçün mən ilk öncə mətin qeyd etməliyəm. Edə bilərsiniz, etməyə də bilərsiniz. Sizin o baxır hansı asandır. Violent tabına daxil oluram, makros əmri deyirəm. Makros əmrini aktiv edəndə rekord makros deyib, dedikdə mənə belə bir dialoq pəncərəsini aktiv edir. Aktiv etdiyi dialoq pəncərəsində sizdə burada 1 yazıla bilər. Mən artıq 5-ci makros yaradıram, ona görə 5 yazılıb, sizdə 1 yazıla bilər. Mən qısa yol yaratmaq istəyirəm də, özümə aid olan qısa yol yarat deyirəm. Yaradanda yenə mənə aktiv edir belə bir dialoq pəncərəsini. Yazdığımız hansı ki bu kursor yanıb söndüyü yerdə biz elə klaviatura yazmalıyıq ki, yəni bu klaviatura qısa yoldan əvvəlcə kompüterin yaddaşında istifadə edilməsin. Məsələn, Ctrl-B deyə bilmərəm, V deyə bilmərəm. Artıq bunların özünə bir aid olan əmrləri var da, bir əmri icra edir. Buna görə də bunu deyə bilmərəm. Məsələn, Alt ardıca N deyirəm, Alt plus N deyirəm. Alt klavişi ilə N klavişini vurdum, Alt plus N-i özü bura qeyd etdi. Async deyirəm, qəbul edirəm. Artıq mən kursorun yanında, klik dedim, close deyirəm. Kursorun yanında belə bir görürsünüzmü? Kaset işarəsini görəcəm. Mən gəlib mətni qeyd edəndə deyirəm ki, qeyd edir. Mənim hal-hazırda nə edirəmsə onu qeyd edir. Şrifti 20-yə gətir, qalınlaşdır, maili yaz, altından xətt çək. Bəzən rəng proseslərini götürməyə bilər. İndi tətbiq edək, görək götürürmü? Şrifti də tutan bu rəngdə elə. Bəzən bu rəng proseslərini götürməyə bilər. Amma indi mən rəng verdim. Məsələn, effekti götürməyə bilər, bunu götürməyə bilər, abzasın rəng, arxa fona rəng verməsini götürməyə bilər. Mənə artıq o qeyd etdi, mənim qısa yoluma aid olan əmrləri makrosdan gəlib stop recording deyirəm. Dedikdən sonra mən gəlib hər hansı bir mətin hissəsini seçib, makroya mən nə demişdim? Alt plus N demişdim də. Alt ardıca N-i vuranda görürsünüzmü? Bayaqçı kombinasiyaya aid olan əmrləri gətirdi, mənə çıxartdı. Və görürsünüzmü? Mən qeyd etmişdim ki, bəzən rəngi götürmür. Yəni, rəng şriftini aktiv etmir. Yəni, makros əmri mənə verilmiş sənəddə özümə aid olan qısa yolu yaratmağıma kömək edir. Yəni, seçib mətni bunları bir-bir tətbiq etməkdənsə, makrosdan qısa yoldan istifadə edib, özümə aid olan makronu, yəni qısa yolu yaradıram. Gəlin, bir daha yaradaq. Violent tabına getdim, makros deyirəm, rekord makrosdan, açılan pəncərədən özümə aid olan qısa yol yarat. Açılan pəncərəyə, məsələn, deyirəm ki, Alt plus M. Async deyib qəbul edirəm bu qısa yolu mən. Gəlib pəncərəni də bağlayanda
qeyd eləyir. Tutalını seçirəm. Deyirəm ki, sən bunun şriftinin ölçüsünü et 24, qalınlaşdır, əyri yaz. Bu rəng məsələlərini götürə də bilər, götürməyə də bilər. Gəlin görək götürəcək. Burada altdan xətti məsəl üçün et sarı. Tətbiq etdim. Videoya gələcəm, makrosu söndürəcəm. Stop recording deyirəm. Söndü artıq. Mən gəlib bu kombinasiyadan istifadə edəndə seçir. Alt plus M desəm, görürsünüzmü? Mən nə ki istifadə etmişəm o videoda, onu mənə gətirib tətbiq edəcək. Dedik ki, istifadə etdiyimiz bu qısa yol yeganə qısa yol olmalıdır. İlk dəfə istifadə olunmalıdır.